Millət olaraq hər şey şünasıq da, yox? Bəli, hər şey yaman. Millət olaraq bu bizim genimizdə var da Yox, demək. ay xanım, genimizdə deyil, elə şey ola bilməz. Mükəmməl bilmək lazımdır sənət. Bu Azərbaycanda öz sənətini bilən adamlar çox azdır. Sən bilirsən, başıma bir əhvalat gəlib, onu sənə danışım. Keçən illəri yayda buradan rayona getmək istəyirəm. Ayın 12-sidir. Onunda Opskaya çıxır. İyul ayının 12-sidir. Elə də istidir, yaydı. Kondisioner öydə oturum. Biz də gördüm, bir zəng gəldi. Salam, əleykum əsəlam. Kimsən? Dedi, Rəşid müəllim, siz mən tanımırsınız. Mən sizi yaxşı tanıyıram, sizi çox istəyirəm. Amma mən sizi mütləq bu gün görməliyəm. Aha. Dedim, mən evdəyəm. Gəldi, adresi verdim. Bir nəfər cavan oğlana gəldilər bizə. Çay içdik, çörək də yedik ki, cavan gözəl oğlanlardı. Söhbət elədi. Deyir, Rəşid müəllim, dünən atamı Semaşk adına xəstəxanaya gətirmişəm. Ayağınla. Təzyiqi yüksəkdir, 180 idi. Qoyub getmişəm, səhər gəlmişəm, deyirlər